Yok böyle interesli adamsan dinəni. Toyunda içki verməyəsən, dinən verməyəcəm də. Əvvəlcədən dinən qardaş, mən yeyib içən adamım. Mən nə pislik eləmişəm sənə. Yaz günən ki, içki verməyəcəm. Əgər mən o toya gəlsəm, ağzım heç rumka boyda açılmasın. Görürsən bunu elədiyi hərəkətə bax. Bəlkə İkram istəmir biz onun toyuna gedək. Kim? İkram ömür boyu gedib 10 mun toyunda bir sən nətər içib, vedrə ilə içib. Toydan düz bir ay qabaq hər gün yığır ki, dəqiq verəsən araq. İkram elə adam, özü xırnisliyindən. Nə bilim. Sən də ki, arvadın qorxusundan toya girməmiş deyirsən ki, gəl birinci pulu yazıra, birdən içərəm yadımdan çıxar. Arvaddan qorxmaq lazım deyə. Arvadda güclü varlıqdır. Təsəvvür elə evdə yemək pişirir, qaynanasının, qaynatasının, evdə olan uşaqların, karoçuda evdə kim var hamısının. Yemək pişirəndə o yeməyi beynində analiz edir ki, bu yemək onların xoşuna gəlsin. Ona görə arvaddan qorxmaq bizim mənəvi və fiziki borcumuzdur. Pulu da toya girən kimi yazdırmaq lazımdır ki, arvaddan aron deyməsin. Bildim də, qorx da arvaddan, səni kim nədir, qorx da. İntacı bir gir içəri, gör elə bir yemək verirlər, bəlkə verməyəcəklər. Biz toya girsək, görsək ki, stolda araq var. Oturucuğa toyun axıra kimi orada. Bir də ki, yeməksiz toy olur, elə şey olur. Nə şey olmur ha? Canım üçün, mənim deyib, bacanağım oğlunun toyunda yemək vermədi. Ancaq meyvə içki. Canım üçün, gənclikdəki meyvə yarmarkasına oxşayırdı, toy. Yeşi ilə gəlirdi meyvələr, hər şey ancaq meyvə. Elvar, buna kostyumdur. Restorana gedən yoxlamaya oxşayırsan. Nə oxşayıram? Restorana gələn yoxlamaya. Nə restoran? Beynimə ideya gəldi. Gördün? Çerezi askıraq vasitəsilə. Mən də onu dedim, askırandan sonra gəldi. Qolaq as. İdeya gəldi. Buna bax. Nə ideya? Gəl dalımca. Doğrudan. Nə ideya fikirləşmirsən dinən də? Belə gəzeyim mən də. Belə? Ay, sağ ol. Deyirəm, camaat necə işləyir. Sənə dediyim vaxtında özümüzə iş tapaq. Buna bax, qardaş Soundtrack'da işləyir. Ayda 1000 manat maaş alır, 300 manat bonusu da olur, çakçuku da olur. Şimdi bizi orada işe götüren kimdi? Bizim maaşımız vurmaqdı, çakçukumuz da zaksuka. Şimdi bizi oraya işe götüren. Düş götürmürlər. Bir de antrikota bax. Ona elə bax şişdə gətirirlər, bax belə şişdə yiyərəm. Bir dənə antrikot var, bax o var ha. Onunla bir də litr gedər. Bir stəkan da doğğa olar. Doğğa, bütülərə bax, bütülərə. Qazan yeməkləri nə yaxşıdır burada. Ya elə gedək də. Ağzım sulanır. Darıxma hamısını yeyəcək, gəl bəri. Hamısını yeyəcək, gəl bəri. Gəl bəri. Əla deyə bura. Xoş gəlmişsiniz. 2 nəfərsiniz. Salam əleykum. Görmürsən 2 nəfərik. Yox, 7 nəfərik, 5-imiz görsənmirik. 2 nəfərik. Ola bilər də oturur, kimsə gələr, heç kim gəlmir. Biz yoxlamıyıq. Bəli, gəlmişik sənətli, sünatlı. Yoxlaya görə siz cəmaata keyfiyyətsiz yeməklər verirsiniz, yoxsa yox. Bəli. Ged menyunu gətir, bir menyu ilə tanış olmalıyıq. Baş üstə müəllim, siz keçin əyləşin, mən gətirirəm. Orada əyləşə bilərik. Bəli, buyurun. Keç, indi baxacağıq da nə var, nə yox. Buradayıq. Necə fəaliyyət göstərir bu restoran. Buyurun müəllim. Ay, sağ ol. Nətər plandır. Əla, bax. Sən bizə demək ver, 3 bacı dolması ver, yarpaq dolması ver, sonra kabab ver bizə, belə qurut da ver, yaxşı? Baş üstə. Mən də toyuq kabab istəyirəm. Amma onu qurudmayın ha. Qurudanda pis olur. Baş üstə. Şeydir, xiyar turşusu ver, pomidor turşusu ver, pomidor turşusunun suyunu ver, sonra araq verirsiniz. Bəli, veririk. Ay sağ ol. Sən o araqlardan hərəsindən adama bir stəkan ver, görək siz cəmaata nə tər araqlar verirsiniz. Hamısını yoxlamalıyıq, olan dadına baxmalıyıq. Bir dənə də ağ pendir də ver. Ağ pendir də ver. Oldu, gətirirəm indi. Tez olsun. Get. Biraz tez olsun. Gördün? Sən qardaşlar qulaq as. Sənətkarsan da, demişəm də. İllərin sənətkarıyam. Mən dünən çıxmamışam. Bilirəm, bu gün üçün. Bilməmişsən kimlərlə vurmuşam? Seriyoz aparaq özümüzü. O nədir? Çəkilsinlər. O nə deməkdir? Ciddi də, ciddi. Dünən ciddi də. Buna bax, göz yaşıdır, göz yaşı. Deyirəm ki, sən belə şeylərdə qardaşıma güvən. Mən belə şeylərin ustasıyam. Narahat olma. Mənə bax, birdən bizdən vəsiqə istəsələr, onda necə? Götür, vuraq. Vəsiqə istəsələr, iş işdən keçmiş olsun. Götür, sən götür. Vuraq. Ay can. Mənə bax. Bir də bundan üçün buskoladan. Deyirəm ki, toyda necə araq verməyəsən, mənə çatmır da o da.
O cür yemək, içmək. Bir də ki, mənə dəvətnamə verilən gündən düz bir aydır. Mən 12 nəfəri stolda vurmağa məşq eləyirəm. Qaynanam, qaynatam hamısı oturub, onlarla məşq eləyəm ki, xırda-xırda. 12 nəfər üçün sağlıq deyirdim ki, dedim birdən məclisdə də deyərəm. Qeyb görəm araq yox. Mən onu deyəm mənəm, bizdə alınmır. O eləsəm 12 nəfəri stola uzadıb mənə ağlayarlar. Doğrudan. Sağlamlığımdan əsər əlamət qalmaz. Yox, mən 12 nəfəri stolda dayanmadan məşq eləyirdim ki, birdən dedim çatdırmaram da onlara vurmağa da. Heyf. Sən can bir də dolmaya bax. Ölürəm dolma açında, semiçka deyil, semiçka. Mən də inan. Gedirsən, gəlirsən, bir dənə 50, bir dənə də soyuq dolma atırsan ağzına, ləzzət eləyir. Ləzzətlidir. Müəllim, hər şey yaxşıdır. Əti hardan alırsınız? Sertifikatı var? Bəli, var. Bir dəqiqə gətirim. Hə, gətir. Yer gətir. Hə? Sənin bunu yormaq lazımdır. Bunu ancaq göndərmək lazımdır ora-bura ki, bu sertifikat yadına düşməsin bunun. Futbolda nətərdir? Bax, Lewandowski zaşindikləri yorur. Ramil Jamal deyək, o da bir tərəfdən qoyur qolları. Yamal. Yamal, o da bir tərəfdən vurur da qoldan. Mənə bax, bəlkə deyirəm, tez bunu içək qaçaq. Narahat olma, hara qaçaq? Hələ kabab demişəm. Kabab gəlir isti. Gəldi. Qardaş, bu arada bir də başqasını da verin də onu da yoxlayaq. Bəli, müəllim, buyurun. Nə olub, nə məsələdir? Yoxlamadan gəliblər. Bayaqdan yeməkləri, araqları yoxlayırlar. Bunlardır. Bəli. Elvar. Yoxlamadan siz gəlmişsiniz. Bilmirsiniz, bura mənim restoranımdır. Bura sənin restoranındır. Xeyirli olsun. Geyinmisiniz, keçinmisiniz. Mənim restoranıma gəlmişsiniz yoxlama kimi. Sizə havayı yeyib içmək lazım idi. Mənə deyirdiniz, təşkil eləyərdim də. Mən dedim də eləməyək də. Yox, bu başa salaq da qardaşı da. Bugün bizi toya çağırıblar, ikimizi də. Gedib baxırıq ki, süfrədə hər şey var. Vurmağa heç nə yoxdur. Ona görə də əsəbimizdən toydan çıxdıq. Bu 20 manata gedib belə kostyum götürüb də, arendiya, prakata götürüb. O pulun düdüyü bir nəyəsə çıxardaq da. Mən bax pencək geyib götürmüşəm. O pulun nəyəsə çıxartmaq lazımdır. O görə belə bir plan qurduq ki, gələ burada xırda-xırda vuraq. Şamın onun toyu. Nə oldu? İnanırsan, mən də oradan gəlirəm. Araq yox et deyənə. Qanım lap qaraldı. Bir dənə stul gətir. Oradan baxalı bir araq da gətir. Yeməklərdə dobra elə. Mən deyirəm kim gəlib yoxlamağa, kimi yoxlayacaqlar, nəyi yoxlayacaqlar. İndi mən sizi yoxlayacağam, görüm araq toydan çıxandan sonra kim çox içir. Sən də toya girməmiş pul yazırmışdın. Araq yoxdursa pul da yoxdur. Ora yazdıracağım 100 manata, sizin kimi oğullarla oturub yeyib içərəm də. Sağ olun. Araq nə oldu? Sağ ol, yiyinsən adam başqa şey. Halal olsun. Sonra ondan gətirsinlər də. Hər şey. Hər şey doldursunlar. Gətirəcək. Yerək çıxıb da, bilirsən, xəbəri var da. Var. Altta da var, çıxıb. Marketlərdə görmüşəm, 120 manata. Hələ 10 dərəsi ala bilərsən, 10 dərəsi. Alarıq. Sən öl. Sən öl. Alacaq. Əla.